Hər çağınız uğurlu olsun. Qonaq otağı verilişini izləyirsiniz. Verilişimizin bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Dahi qəzetinin baş redaktoru İbrahim Qürbətdoğlu Ağçaylıdır. Xoş gəlmisiniz İbrahim bəy. Bizim dəvətimizi qəbul elədiniz, verilişimizə qonaq oldunuz. Buna görə sizə təşəkkür edirik. Bir daha xoş gəlmisiniz. Mən də sizə çox təşəkkür edirəm ki, dəvət etmişsiniz. Hamınızı salamlayıram. Bu yazarları ümumiyyətlə qələm əhlini siz dəvət eləməkdə həm maarifləndirmə iş yaparız, həm bu yazarlara diqqət və qayğınızdır. Allah sizə diqqətindən qayğısını ayırmasın xanım. İbrahim bəy, başlayaq sizin ömür yolunuza nəzər salmaqla. İbrahim Qürbətdoğlu Ağçaylının ömür yolu necə başlayır, hardan başlayır? Necə bir ocaqda dünyaya gəlib? Mən Xaçmaz rayonunun Qobuqrağı kəndində anadan olmuşam 1949-cu ildə. Amma əslimiz, kökümüz bizim Qubanın dağlarındandır. Ata yurdum Əlikdən, Qubanın Əlik kəndindən və ana tərəfim Talışdandır. Məndən Azərbaycan nəşr soruşanda heç demirəm Xaçmazım. Əvvəl deyirəm Qubalıyam, sonra deyirəm Xaçmazıyam. Özüm elə sadə demək olar ki, o vaxt kolxozçu ailəsində deyim, doğulmuşam. Atam uzun illər müharibə illərində kolxoz sədri, kənd səhvətinin sədri işləyib. Anam evlər qadın olur. Allah'ın izni gəlmişik, bu yaşa çatmışıq. Allah sizə ömür versin. Atam ev arasında bir hörməti. Aclıq illərində yüzlərlə ailəni ölümdən, güllələmədən, aclıqdan qutarıb. Biz onun çörəyi yeyirik. Məsələn, mən şəxslərinin, bax, o kitabda Kişilər Ölər, Kişilik Ölməz kitabı da və əvvəldən təqdim edirəm. Onun həyatından yazır. Qeyri-adi bir kitabı. O yadan insan yazsın, oxuya dünyasını dəyişib. 3 gün qalmış bilirdi ki, dünyasını dəyişəcək. 1 saat qalmış bildi ki, çağırın dayınız. Yəni ona görə danışırım, mən bunları deməkdə deməsəm, Allah'ın qarşısında, atam ruhu qarşısında mən günahkar oluram. Özüm 3 evladım var. 2 oğul, 1 qız. Bir oğlum, bir qızım ali təhsilli deyim. Küçük oğlum, küçükləri biraz bilirsiniz də, oxumadı. 9 nəvəm var. Allah sağ olun. Belə də Allah ömür versin hamıza şükür də. Nə qədər ömür Allah verəcək, sağlam ömür versin, yaşayaq. İnsanlara bacardığımız qədər yazımızla bir xidmət göstərək. Bəs o ata ocağında böyüyəndə atanızdan aldığınız ilk öğüdlər hansılar idi? Nə öğüdlər almışdınız? Bugün də öz nəvələrinizə, övladlarınıza həmin öğüdlərlə yetişdirirsiniz. Çox sağ ol bu suala görə. Düzü biraz kövrəldim. Çünki atam o qədər halalı bir insan olub ki, bunu işləyənlər açığı deyim, tam məsuliyyətin nə deyir. Onunla işləyənlər o vaxtı bir ovuc qızıla, bir ovuc bir put buğdaya bir ovuc qızıl verirlər. Mənim atam heç kəsdən qızıl almayıb. Onlar qızıl yığırlar, o insan özünə rəhmət qazandı. Ona görə mən deyirəm, onu çörəyə yerim. Atamın ən böyük təbsiriyəsi o idi. Deyirdi ki, həqiqətin tərəfində olun. Doğmanız olsa belə, haqqı müdafiə elə. Sonra onun bir yaxşı sözü var. Deyirdi ki, bir kişi ilə danışanda oğul, əgər o sənin gözünün içinə baxmırsa, o sənlik deyir, çıx get. Və yaxud deyirdi ki, bir də dayan, bir gəlirəm 5 daha. Gəlib gördün o 20 metr o tərəfdə dayanıb. O sənlik deyil. Bax, onun çoxlu tövsiyələri var. Yəni, Allah bütün atalara rəhmət versin. Onun həyatı, o Kişilər Ölər, Kişilik Ölməz kitabının, onun həyatı elə bir qeyri-adi həyatdır ki, onu kimə verilmiş o kitabı oxuyub, inan mənə zəng edib ki, adam belə olmaq istəyir. Allah haqqı. Bəs o qayğısız uşaqlıq illərindən hansı xatirələriniz var? Nələri xatırlayırsınız? Bir anlıq o uşaqlıq dövrünüzə qayıtsaq, nələr bugün də, bu yaşınızda hələ də xatırlayırsınız? Xatırladığım o idi ki, atamız bizimlə çox ciddi olub da. Üzr istəyirəm bu ifadəyə bəzən qorxudan evə gəlmirdi, sözə baxmayanda. Bizi döyürdü. Ne yaxşı ki döyüb elə, yoxsa bizdən adam olmazdı. Döyürdü bizi.
o xatirələr odur ki, biz çox dəcəl idik də. Yəni çaparlar o vaxt daşdan deyildi, qapılar dəmirdən deyildi, kənd yerində. Birimizin həyətinə gedirdi, birimizin dalaşırdıq, vuruşurduq, nə bilim cürbəcür oyunlar oynayırdıq. O xatirələrdən də bir gün mənim kiçik qardaşım vardı, qardaşım var, indi var. O sözə baxmırdı, dərsə gedəndə getmirdi. Mənə dedi ki, tut onu gətir bura. Dedim, mən tuta bilmirəm. Dedi, tut onu gətir bura, bilmirəm necə var, o xatirəni danışıram. Neysə, bir təhər kiçik qardaşımı tutdum, gətirdim. Sən demə, atam bir ip hazırlaymış. Ayağından bağlamışdı onu ipi. Dedi ki, mən səni bir sütq ayağını açmayacağım. Onu səhərlər aparırdı, məktəbə gətirirdi. Yəni, o ipi mənə o bağlattırmışdı. Bu xatirələr uşaqlıqda yadımdadır. Bu dövr elə bir dövrdür ki, xanım, qoy danışım da. Nə xatirələri xatırlayan var. Nə bilim, belə bir dadı gedib bu dünyanın. Mənə hərdən deyirlər ki, siz məhəbbət şairsiniz. Viktor Hugo deyir ki, sevgi kainatın bir məxluqda birləşməsidir. Bir məxluqun Tanrıya çevrilməsi. Yəni, Allahın yaratdıqları təkcə insanı yox, quşu, nə bilim, çiçəyi, yarpağı, ağa, hər şeyi sevməlisən bu Allahın yaratdıqları və kainatı özündə birləşdirirsən və sən Allahın ən yaxın adamına çevrilirsən. Bəs İbrahim bəy həyatın gerçəklikləri ilə, gerçək üzü ilə neçə yaşında tanış oldu artıq və dedi ki, mən artıq böyümüşəm. Yəni, həmin anda böyüdüyün hiss elədi. Ay müəllimə, vallahi həyatın gerçək üzünü hindi dərk eləyə bilmirəm mən. Açığız tam səmimi deyəm. Bilirsiniz, elə bir həyat zamanla çəkişmədədir, dövranla çəkişmədədir. Öyrəşə bilmirsən, uyuşa bilmirsən, o zamanı, o dövrün damarını tuta bilmirsən, hər an dəyişir. Bilmirəm, bu texnikanın çoxalmasındandır, yoxsa insanların, nə bilim, biraz belə, onu başqa cür izah edeyim də. Bax, əvvəllər insanlarda, o qədər məsələn, adamlarda var dövlət yox idi, yamanlı ayaqqabı giyirdi, nə bilim, amma sevgi vardı, istək vardı, hər şeyin qanı olurdu. İndi hər şey var, hamı hər şeydən narazıdır. Bax, onu ayaqlaşmaq mümkündür, damarı tutmaq olmur. Bəs o zaman, bugün Dağı qəzetinin baş redaktoru olan şair, yazar, Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü İbrahim bəy uşaq vaxtı nə arzulayırdı həyatı barədə və arzuladıqlarından hansılar gerçəkləşdirə bildi? Birinci növbədə onu gerçəkləşdirdim ki, biraz rəsmi də olsa mən deyim. Mən əvvəl gəncliyimdə vəzifələrdə işləmişəm. Bədii ədəbi, 100-ə qədər bədii ədəb oxumuşam. Yəni, o bədii ədəbiyyatdan fragmentləri yazmışam. İndi hətta bu kitabda onlar da var. Dünyanın söz xəzinəsi. Və vəzifələrdə işləyirmişim. Ulu Öndər o vaxt Mərkəzi Komitənin katibi işləyirdi. Mən onun çıxışlarını dinləyirdim. Mən 28-30 yaşımda dinləyirdim, iclaslar keçirtirdim, həmkarlar sədri işləyirdim. Onun fikirlərindən orada, yəni hətta fragmentlər deyirdim, sözlər deyirdim. Və elə bir zaman, həmişə ürəyimdə istəyirdim ki, nəsə onun haqqında bir yazırım, pozum. Allah elə qismət elədi ki, mənə yoldaşlarım müraciət elədi ki, sənin dünya görüşün, necə edərlər, bədii ədəbiyyatla məşğul olmuşsan, gəlsən mətbuata gəl. Sonra Allah qismət elədi ki, mən başqa qəzetlərdə işləyirdim. Şöbə müdürü, nə bilim, sonra gördüm ki, özgə dəyirmanına su tökməkdən yoruldum. Getdim qəzeti 12 il bundan əvvəl, daha doğrusu 13-cü ildir. Bu qəzeti təsis elədim və bu qəzeti çap elədim. Bu mənim birinci, burada da mən Ulu Öndər haqqında öz fikirlərimi deyirəm. Qeyri-adi xatirələrim var. İnşallah, əgər siz Ulu Öndərin anım günü dəvət eləsin, mən bir neçə televizya çıxış eləmişəm. Qeyri-adi xatirələr var, o insanlarla görüşmüşəm, onlar kitablara düşməyib. Mən qəzetləri çap eləmişəm, indi hazırlayıram. Ulu Öndərin oturub duran, Heydər Əlinin oturub duran adamlar bu xatirələrini danışırlar. Bu bir. İkinci arzum